Salam izləyicilər, hər birinizi xoş gördük. İnşallah biz bugün ideal qazın hal tənliyinə aid testləri izah edəcəyik. Test 1. Sabit tezlikdə ideal qazın bir halından iki halına keçməsi üçün onun kütləsi necə dəyişmək lazımdır? Burada bizə V-nin T-dən asılı qrafiki verilib. Qrafikdən görürük ki, qaz bir halından iki halına keçir. Bu zaman qazın temperaturu sabitdir. Çünki qrafikimiz temperatur oxuna perpendikulyardır. Lakin qazın həcmi isə bir nöqtəsində 5-ə bərabərdir, 2 nöqtəsində isə 15-ə bərabərdir. Yəni 3 dəfə artmışdır. Gəlin bunu qeyd eləyək. Bizim həcmimiz artmışdır 3 dəfə. Temperaturumuz sabitdir. T bərabərdir konstant yazıram. Həmçinin qazın təzyiqi də sabitdir. Onda bu halda P də bərabərdir konstant yazıram. Və bizdən qazın kütləsi necə dəyişər deyə soruşulur. Onda biz yazırıq M bərabərdir sual işarəsi. Bunlar verilənlərdir. Əlbəttə kütlənin necə dəyişəcəyini bilmək üçün burada qeyd etdiyimiz fiziki kəmiyyətlər arasındakı riyazi əlaqəni yazmaq lazımdır. Həmin ifadə bu şəkildə yazılırdı. PV bərabərdir M bölünsün böyük M RT. Bu ifadədən M-i tapsaq M bərabərdir PV vurulsun böyük M bölünsün R vurulsun T. P'miz, M'imiz və RT'miz sabitdir. Gördüyümüz kimi qazın kütləsi onun həcmi ilə düz mütənasibdir. Həcmdə 5 metr kubdan 15 metr kuba 3 dəfə artmışdır. Belə olan halda bizim kütləmiz də 3 dəfə artar. Ona doğru cavabımız C bəndi olar. Davam edək. Test 2. Sabit həcmdə ideal qazın bir halından iki halına keçməsi üçün onun kütləsi necə dəyişmək lazımdır? Bu dəfə həcmin sabit olduğu deyilir. Onda biz yazarıq V bərabərdir konstant. Təzyiq bir nöqtəsindən iki nöqtəsinə gəldiyi zaman 200-dən 100-ə düşmüşdür. Yəni 2 dəfə azalmışdır. Onda P azalır 2 dəfə. Qrafikimiz temperatur oxuna perpendikulyardır. Onda temperaturumuz dəyişmir. T bərabərdir konstant yazıram. Və bizdən yenə də onun kütləsi necə dəyişər deyə soruşulur. Onda yenə də M bərabərdir sual işarəsi yazaq. Az əvvəl yazdığımız P V bərabərdir M bölünsün böyük M RT düsturundan, hansı ki bu düsturu biz ideal qazın hal tənliyi adlandırmışdıq. Bu ifadədən M bərabərdir P V vurulsun böyük M bölünsün R vurulsun T şəklində ifadə edərik. Bu verilənlərə əsasən deməli V'miz konstant, T'miz konstantdır. Onda V və T konstantdır. Əlbəttə ki qazın növü dəyişmədiyi üçün molyar kütlə sabitdir. Universal qaz sabiti isə özlüyündən sabitdir. Bu son ifadədən də görünür ki qazın kütləsi onun təzyiqi ilə düz mütənasibdir. Qaz bir halından iki halına keçdiyi zaman onun təzyiqi 200-dən 100-ə düşmüş olur və bu da qazın təzyiqinin 2 dəfə azalması deməkdir. Kütlə də qazın təzyiqindən düz mütənasib asılıdır. Deməli, təzyiq 2 dəfə azalır. Bu o deməkdir ki, kütlə də 2 dəfə azalar. Onda doğru cavabımız D bəndi olar. Davam edək. Test 3. Universal qaz sabitinin vahidi hansıdır? Universal qaz sabiti üçün R bərabərdir K vurulsun NA yazmışdıq. Burada K Boltzmann sabiti, NA isə Avogadro sabiti idi. K'nı isə biz Y K0 yəni orta kinetik enerji bərabərdir 2'də 3 KT düsturunda görmüşdük. Bu düsturdan biz K'nın vahidini tapsaq, vahid baxımından bu ifadə bərabər edər. Y K0 bölünsün T. O da bərabər edər 1 Joule bölünsün Kelvin. Onda biz R'in vahidini yazsaq bərabər edər. K'nın vahidi üçün 1 Joule bölünsün Kelvin yazıram. Vurulsun. NA'nın vahidi isə 1 bölünsün moldur. Yəni bərabər edər 1 Joule bölünsün Kelvin vurulsun mol. Bu isə B bəndində verilib. Onda doğru cavabımız B bəndi olar. Davam edək. Test 4.
PM bölünsün RT ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? İfadəni bir də yazıram. P vurulsun M bölünsün R vurulsun T. İdeal qazın hal tənliyindən, yəni PV bərabərdir. M bölünsün böyük M R vurulsun T ifadəsindən M ilə V'nin yerini dəyişdirsək alırıq. P vurulsun M bərabərdir. M bölünsün V R vurulsun T. Onda kəsin surətindəki PM'in yerinə M bölünsün V RT yazarıq. Onda bu ifadə bərabər edər. M bölünsün V RT bölünsün RT. RT'lər ixtisar gedər. Qalar M bölünsün V. O da bərabər edir rho'ya. Bu isə qazın sıxlığıdır. Onda doğru cavabımız olar A bəndi. Davam edək. Test 5. PM bölünsün, R vurulsun, rho ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Yenə ifadəni kənarda yazıram. P vurulsun M bölünsün, R vurulsun, rho. Burada rho'nun yerinə rho bərabərdir. M bölünsün V yazsaq alınar. P vurulsun M bölünsün, R vurulsun, M bölünsün V. Buradan kəsin surətində P vurulsun, M vurulsun, V qalar. Məxrəcində isə R vurulsun, M qalar. İdeal qazın hal tənliyindən, yəni PV bərabərdir. M bölünsün, böyük M, R, T ifadəsindən. Bu son ifadənin hər iki tərəfini M-ə vursaq, alarıq. PV vurulsun, M bərabərdir. M, R, T. Onda yuxarıdakı kəsin surətindəki PMV-nin yerinə MRT yazarıq. Onda biz alarıq. Bu ifadə bərabər edər. M, R, T bölünsün, R vurulsun, M. Bu ifadədə M-lər ixtisar gedir, R-lər də ixtisar gedir və bu ifadə bərabər olar T-yə. Bu isə mütləq temperatur idi. Onda doğru cavabımız A bəndi olar. Davam edək. Bu hissəni silirəm. Test 6. Verilmiş kütləli ideal qazın halının dəyişməsi diaqramında hansı nöqtə təzyiqin ən kiçik qiymətinə uyğun gəlir? Deməli, qazın kütləsi sabitdir və bizə V ilə T-nin bir-birindən asılılıq diaqramı verilib və bizdən təzyiq soruşulur. Onda bu bəhs etdiyimiz fiziki kəmiyyətləri bir-biri ilə əlaqələndirən düsturu yazarıq. Yəni PV bərabərdir. M bölünsün böyük M, R, T düsturunu. Bu ifadədən də P-ni tapmaq üçün hər iki tərəfi V-yə bölərik. Onda P bərabərdir. M bölünsün, böyük M vurulsun V, vurulsun, R vurulsun, T yazırıq. Son ifadədən görünür ki, təzyiqimiz həcmi ilə tərs, temperatur ilə düz mütənasibdir. Onda təzyiqin ən kiçik qiyməti üçün həcmin ən böyük qiymətini, temperaturun isə ən kiçik qiymətini seçərik. Temperaturun ən kiçik qiyməti 1 və 2-dən keçir. Həcmin böyük qiymətlərindən birisi isə 2-dən keçir. Onda bunların kesişməsində duran 2 nöqtəsində bizim təzyiqimiz ən kiçik qiymət alar. Doğru cavabımız D bəndi olar. Test 7. Verilmiş kütləli ideal qazın halının dəyişməsi diaqramında hansı nöqtə həcmin ən böyük qiymətinə uyğun gəlir? Yenə verilmiş kütləli deyilir. Deməli, kütlədən bəhs edir. P-miz var və T-miz var və həcmin ən böyük qiyməti soruşulur. Yenə də yuxarıda yazdığımız ideal qazın hal tənliyindən istifadə etməli olacağıq. İfadəni gətirək buraya. Bu ifadədən V-ni tapmaq üçün hər iki tərəfi P-yə bölərik. Onda qalar V bərabərdir. M bölünsün, P vurulsun, böyük M vurulsun, R vurulsun, T. Bizə lazımdır həcmin ən böyük qiyməti. Belə olan halda bu ifadədən görünür ki, həcm təzyiq ilə tərs mütənasibdir, temperatur ilə düz mütənasibdir. Onda həcmin ən böyük qiyməti üçün təzyiqin ən kiçik qiymətini, temperaturun isə ən böyük qiymətini seçməliyik. Təzyiqin ən kiçik qiymətləri 4 və 3-dədir. Temperaturun ən böyük qiyməti isə 3-dədir. Bunların kesişməsində isə 3 nöqtəsi durur. Onda doğru cavabımız olar Y bəndi. Davam edək. Test 8. Paskal vurulsun saniyə kvadratı bölünsün kiloqram vurulsun metr kvadratı ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? İfadəni kənarda bir də yazırıq. Paskal vurulsun saniyə kvadratı bölünsün kiloqram vurulsun metr kvadratı. Bu ifadəni bu şəkildə yazmaq olar. Paskal
bölünsün kilogram vurulsun metr kvadratı bölünsün saniye kvadratı. Yəni kəsin surətindəki saniye kvadratını məxrəcdəki kəsirin məxrəcinə gətirdik. Belə olan halda biz kilogram vurulsun metr kvadrat bölü saniye kvadratına joule yaza bilərik. Onda bu ifadə bərabər edər Pascal bölünsün joule. Pascal təzyiqin vahidi idi, joule isə enerjinin. Onda təzyiq və enerjinin iştirak etdiyi P bərabərdir 3'te 2 NYK ifadəsindən N'i vahid olaraq tapsaq N bərabər edər P bölünsün YK. Bu da bərabər edər 1 Pascal bölünsün joule. Deməli Pascal bölünsün joule konsentrasiyanın vahididir. Onda doğru cavabımız olar A bəndi. Test 9. Pascal bölünsün watt vurulsun saniye ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Bu ifadəni də kənarda yazaq. Pascal bölünsün watt vurulsun saniye. Bu bərabər edər Pascal bölünsün watt vurulsun saniyemiz joule'a bərabərdir. Çünki mexanikadan bilirik ki N vur T bərabər idi A'ya. Burada A görülən mexaniki işdir. N mexanizmin gücü, T isə onun həmin işi görməyə sərf etdiyi zamandır. Beləliklə N vurulsun T bərabərdir A ifadəsindən watt vurulsun saniye joule'a bərabər edər. Onu buraya joule yazarıq və beləliklə Pascal bölünmüş joule almış olduq. Pascal bölünmüş joule isə konsentrasiyanın vahidi idi. Onda bu testin doğru cavabı B bəndi olar. Davam edək. Test 10. Sabit həcmdə ideal qazın A halından B halına keçməsi üçün onun kütləsi necə dəyişmək lazımdır? Həcmimiz sabitdir. Onda yazırıq V bərabərdir konstant. Qrafikimiz temperatur oxuna perpendikulyardır. Onda biz yazırıq T də bərabərdir konstant. A halından B halına keçiddə təzyiqimiz 150 kilopaskaldan 100'ə keçir. Deməli 1,5 dəfə azalır. Onda yazarıq P azalır 1,5 dəfə. Bizdən isə qazın kütləsi necə dəyişmək lazımdır deyə soruşurlar. Onda M üçün sual işarə yazarıq. Yenə də ideal qazın hal tənliyindən istifadə edərik. PV bərabərdir M bölünsün böyük M R vurulsun T ifadəsindən. Bu son ifadədən M'i tapsaq M bərabər edər P V vurulsun M bölünsün R vurulsun T. Şərtə görə V'miz sabitdir. T'miz də sabitdir. Universal qaz sabiti özlüyündən sabitdir. Molyar kütlə də həmçinin sabit olar. Və beləliklə görmüş oluruq ki, qazın kütləsi onun təzyiqindən düz mütənasib asılıdır. Təzyiqi isə 1,5 dəfə azalmışdır. Onda qazın kütləsi də 1,5 dəfə azalar. Onda düzgün cavab C bəndində verilmiş olur. Test 11. Sabit təzyiqdə ideal qazın həcminin mütləq temperaturdan asılı qrafiki verilmişdir. Hansı hissələrdə qazın kütləsi artır? Yenə qazın kütləsi soruşulur. Onda bu ifadəni bir də yazarıq. M bərabərdir P V vurulsun M bölünsün R vurulsun T. Şərtə görə təzyiqimiz sabitdir. Onda P sabit, M və R özlüyündən sabitdir və bizdən soruşulur hansı hissələrdə qazın kütləsi artır. Bu son yazdığımız ifadədən görünür ki, qazın kütləsi həcmi ilə düz mütənasibdir, temperaturu ilə tərs mütənasibdir. Qazın kütləsinin artması üçün onun həcmi artmalıdır, lakin temperaturu azalmalıdır. Bu diaqrama fikir versək, 1-2 hissəsində həcmimiz sabitdir, temperaturu isə artır. Deməli, bu hal doğru deyil. 2-3 hissəsində də temperatur sabit, həcm azalır. Bu da uyğun deyil. Bizə lazımdır həcm artsın və yaxud temperatur azalsın. 3-4'də həcm sabit olsa da temperatur azalır. Deməli, 3-4 hal axtardığımız haldır. 4-1 halında isə temperatur sabit olub həcm artır. Onda bu halda bizim axtardığımız hal olar. Onda düzgün cavab 3-4-4-1 yəni Y bəndi. Davam edək. Test 12. Sabit təzyiqdə ideal qazın həcminin mütləq temperaturdan asılı qrafiki verilmişdir. Hansı hissələrdə qazın kütləsi azalar? Yenə də qazın kütləsi soruşulur. Yenə qazın kütləsi soruşulur. Onda bu ifadəni bir də yazarıq. Gəlin yazaq. M bərabərdir P V vurulsun M
bölünsün R vurulsun T. Yeni proses sabit tezlikdə baş verir. Onda P sabit, M ve R zaten sabit idi. Ama bu dəfə qazın kütləsi azalmalıdır. Qazın kütləsi həcmdən düz, temperaturdan tərs mütənasib asılıdır. Onda qazın kütləsinin azalması üçün həcmimiz azalmalı, temperaturumuz isə artmalıdır. 1-2 prosesində həcm sabit, temperatur artır. Yəni axtardığımız haldır. 2-3 halında isə temperatur sabit olub həcm azalır. Bu da axtardığımız haldır. Onda doğru cavab 1-2 və 2-3'tür. Yəni D variantı düzgün variant olar. Davam edək. Test 13. Verilmiş kütləli ideal qaz 1 halından 2 halına keçdikdə qazın sıxlığı və qaz molekullarının konsentrasiyası necə dəyişər? Bunu bilmək lazımdır ki, verilmiş qaz molekullarının sıxlığı və konsentrasiyası tamamilə bir-biri ilə düz mütənasibdir. Bunu əsaslandırmaqda olar. Belə ki, rho bərabərdir M bölünsün V. Bu da bərabərdir M ümumi kütlə bir zərrəcin kütləsi ilə ümumi zərrəciklərin sayının hasilinə bərabərdir. Məxrəcdəki V-ni də yazaq. N bölünsün V isə konsentrasiyanı verirdi. Yəni bu ifadə bərabər edər M0 vurulsun N. Verilmiş qazın bir zərrəcin kütləsi heç vaxt dəyişmir. Onda rho ilə N daim bir-biri ilə düz mütənasib olacaqdır. Bu zaman bu kəmiyyətlərdən birisinə baxmağımız kifayət edər. Digər kəmiyyət də onun kimi dəyişir. Yəni rho və N eyni cür dəyişir. Rho bərabərdir M bölünsün V. N bərabərdir N bölünsün V ifadəsindən görürük ki, əgər qazımız verilmiş kütləli qazdırsa, həm sıxlıq, həm də konsentrasiya həcmdən tərs mütənasib asılıdır. İndi isə qrafikə geri qayıdaq. Əgər bir koordinat sistemində 2 və daha çox qrafik varsa, absis oxuna bir perpendikulyar indiririk və bu perpendikulyarda temperaturları eyni olmuş olur. Temperatur eyni olanda bir nöqtəsinə uyğun təzyiqə P1 deyək, 2 nöqtəsinə uyğun təzyiqə də P2 deyək. Deməli, bir nöqtəsinin təzyiqi P1 böyükdür P2-dən. PV bərabərdir M bölünsün böyük M RT ifadəsindən V bərabərdir M bölünsün P vurulsun M vurulsun RT yazırıq. Bu ifadədən görünür ki, V ilə P bir-biri ilə tərs mütənasibdir. Onda P1'imiz P2'den böyükdürsə, V1'imiz V2'den kiçikdir. Yəni qrafikimiz bir nöqtəsindən 2'ye keçdiyi zaman, 1'dən 2'ye keçdiyi zaman həcmimiz artır. Çünki V2'miz V1'dən böyükdür. Sıxlıq və konsentrasiya isə həcmdən tərs mütənasib olduğu üçün həcm artırsa, onda həm sıxlığımız azalır, həm də konsentrasiyamız azalır. Doğru cavab B bəndi. Davam edək. Test 14. Cədvəldə verilmiş kütləli ideal qazın 2 müxtəlif halına uyğun təzyiq, temperatur və həcminin qiymətləri verilmişdir. Boş xanaya uyğun temperaturun qiymətini hesablayın. PV bərabərdir M bölünsün böyük M RT ifadəsindən, əgər qazımız verilmiş kütləli ideal qazsa, yəni M sabit isə, bu ifadədən ala bilirik. PV bölünsün T bərabərdir M bölünsün böyük M vurulsun R. Bu isə verilmiş qaz üçün sabitdir. Buradan Mendeleyev-Clapeyron tənliyini yazmışdıq. P1 V1 bölünsün T1 bərabərdir P2 V2 bölünsün T2. Bu cədvələ əsasən son ifadəni belə yaza bilərik. P1'in yerinə P0, V1'in yerinə 3V0, T1'in yerinə isə T0 yazıram. P0, 3V0, T0 bərabər edir. P2'nin yerinə 1,5 P0, V2'nin yerinə V0, T2'ni isə tapırıq. 1,5 P0, V0 böl T2. P0 ilə P0 ixtisar gedər. V0 ilə V0 ixtisar gedər. 1,5 ilə 3 ixtisar gedər. Burada 2 qalır. Son ifadədən 2 bölünsün T0 bərabərdir 1 bölünsün T2. Buradan da T2 bərabərdir T0 bölünsün 2. O da bərabərdir 0,5 T0'a. Onda doğru cavabımız C bəndi olar. Davam edək. Test 15. Qablarda eyni kütləli və temperaturlu helium qazı vardır.
K kranını açdıqda qablarda qazın təzyiqi necə dəyişər? Şərtə görə kütlə eynidir. Yəni M1 bərabərdir M2. Həmçinin temperaturda eynidir. Yəni T1 də bərabərdir T2. Bu kranı açdıqda isə təzyiqlər də eyniləşər. Mendeleyev Perron tənliyini hər iki qaz üçün yazaq. Yəni P1 V1 bərabərdir M1 bölünsün M vur R T1. İkinci qaz üçün də P2 V2 bərabərdir M2 bölünsün M vurulsun R vurulsun T2. Verilənlərə əsasən deyə bilirik ki, bu ifadələrin sağ tərəfləri bərabərdir. Onda sol tərəflər də bərabər olar. Yəni yazarıq P1 V1 bərabərdir P2 V2. V1'in yerinə 2V yazırıq. V2'nin yerinə isə V yazırıq. Onda bu ifadə bərabərdir. P1 vurulsun 2V bərabərdir P2 vurulsun V. V'lər ixtisar gedər. Onda P2'miz bərabər olar 2P1'ə. Kran açılmazdan əvvəl P2'miz P1'dən 2 dəfə böyükdür. Əgər biz bu kranı açsaq, qaz molekulları təzyiqi çox olan hissədən az olan hissəyə keçər və təzyiqlər bərabərləşər. Onda P2'miz azalır. P1'imiz isə artar. Onda doğru cavabımız B bəndi olar. Davam edək. Bu hissəni silirəm. Test 16. 16 litr həcmli balondakı 2,8 qram azot qazının təzyiqi 9 kilopascal olarsa temperaturu nə qədərdir? Bir də bizə molyar kütlə verilib, universal qaz sabiti verilib. Gəlin verilənləri yazaq. Həcm 16 litrdir. Onda yazıram V bərabərdir 16 litr. Bunu metr kubuna çevirərik. 16 vurulsun 10 üstü mənfi 3 metr kubu. Kütlə 2,8 qramdır. M bərabərdir 2,8. Onu da kiloqrama çevirərik. 10 üstü mənfi 3 kiloqram yazıram. Təzyiq 9 kilopaskaldır. P bərabərdir 9 vurulsun 10 üstü 3 yazarıq. Kilopaskaldan dolayı. Molyar kütlə 28 qram bölünsün moldur. M də bərabərdir 28 vurulsun 10 üstü mənfi 3. Qramı kiloqrama çevirdik. Bölünsün mol yazıram. R'imiz də 8 joule bölünsün mol vurulsun kelvindir. Yəni R bərabərdir 8 joule bölünsün mol vurulsun kelvin. Və bizdən qazın temperaturu soruşulur. Onda yazarıq T bərabərdir sol işarə. İdeal qazın hal tənliyindən, yəni PV bərabərdir M bölünsün böyük M RT ifadəsindən buradan T'ni tapsaq T bərabər edər P V vurulsun M bölünsün M vurulsun R. Bu da bərabər edər. P'miz 9 vur 10 üstü 3'tür. 9 vurulsun 10 üstü 3 vurulsun. V'miz 16 vur 10 üstü mənfi 3'tür. 16 vur 10 üstü mənfi 3. M'imiz 28 vurulsun 10 üstü mənfi 3'tür. 28 vur 10 üstü mənfi 3. M 2,8 vur 10 üstü mənfi 3'tür. 2,8 vur 10 üstü mənfi 3. R də 8'dir. Vurulsun 8. 10 üstü müsbət 3 ilə 10 üstü mənfi 3 gedər. Bu 10 üstü mənfi 3 ilə də bu 10 üstü mənfi 3 gedər. 16 ilə 8 ixtisar gedər. Burada 2 qalır. Onda bu ifadə bərabər edər. 9 vurulsun 2 vurulsun 28 bölünsün 2 tam onda 8. 28'i 2,8'e böləndə burada 10 qalır. Bu da bərabər edər. 18 vurulsun 10 bərabərdir 180 Kelvin. Onda doğru cavabımız A bəndi olmuş olar. Davam edək. Bu hissəni silirəm. Test 17. Həcmi 0,1 metr kubu olan balonda 240 Kelvin temperaturda və 9,6 vur 10 üstü 3 Pascal təzyiqdə neçə mol ideal qaz vardır? Universal qaz sabitimiz də 8'dir. İdeal qazın hal tənliyini PV bərabərdir. Nü R T şəklində yazırıq. Burada nüümüz
madde miktarıdır. Neçə mol ideal qaz var deyəndə biz nü-nü tapmalıyıq. Bu ifadədən nü bərabər edir PV bölünsün R vurulsun T'ye. Bu da bərabərdir. P'miz 9,6 vur 10 üstü 3'tür. 9,6 vur 10 üstü 3 vurulsun. V'miz 0,1'dir. 0,1. R'imiz 8'dir. T'miz də 240'dır. Daha 240'a vurarıq. Bu bərabər edər 0,5'e. Onda doğru cevabımız A bəndi olar. Davam edək. Test 18. Temperatur 17 derece Celsius, təzyiqi isə 8 vur 10 üstü 4 Pascal olan havanın sıxlığını hesablayın. Temperaturumuz 17 derece Celsius'dir. Onu Kelvinə çevirərik. T bərabərdir 17 üstə gəl 273 bərabərdir 290 Kelvin. Təzyiq 8 vur 10 üstü 4 Pascal'dır. P bərabərdir 8 vur 10 üstü 4 Pascal. Molyar kütle 29 vur 10 üstü mənfi 3'tür. M hava bərabərdir 29 vur 10 üstü mənfi 3 kilogram bölünsün mol. Universal qaz sabitimiz də 8'dir. Onda R də bərabərdir 8 joule bölünsün Kelvin vurulsun mol. Və bizdən soruşulur nə? Havanın sıxlığı. Yəni Rho bərabərdir. Sual işarə yazırıq. İdeal qazın hal tənliyindən, yəni PV bərabərdir. M bölünsün böyük M. RT ifadəsinin hər iki tərəfini V-yə bölsək, alırıq. P bərabərdir. M bölünsün, M vurulsun V, vurulsun RT. M bölünsün V-yə Rho yazırıq. Bu son ifadəni onda belə yaza bilərik. P bərabərdir. Rho bölünsün M, R vurulsun T. Buradan Rho'nu tapsaq, Rho bərabərdir. P vurulsun M bölünsün R vurulsun T. O da bərabərdir. P'miz 8 vur 10 üstü 4 Pascal'dır. 8 vur 10 üstü 4. M 29 vur 10 üstü mənfi 3'tür. R'imiz 8'dir. Temperatur isə 290 Kelvin. 290 bərabər edər. Bu sıfırı buradan silərəm. Burada 10 üstü mənfi 4 yazaram. 10 üstü müsbət 4 ilə 10 üstü mənfi 4 gedər. 8 8 ilə 29 29 ilə gedər. Nəticə qalır 1. Onda doğru bəndimiz Y bəndi olar. Davam edək. Bu hissəni silirəm. Test 19. İçərisində 6 vurulsun 10 üstü 5 Pascal təzyiqdə ideal qaz olan şüşə balondan qazın 3'də 2 hissəsini kənara buraxdılar. Balonda qalan qazın təzyiqini hesablayın. T bərabərdir konstant. Əgər şərtdə şüşə balondan bəhs edirlərsə, deməli bizim həcmimiz sabitdir. V bərabərdir konstant. Təzyiqin başlanğıc qiyməti isə P bərabərdir 6 vur 10 üstü 5 Pascal'dır. 6 vur 10 üstü 5 Pascal. Qazın 3'də 2 hissəsini kənara buraxmışlar. Deməli qazın kütləsi əvvəl M ikən, sonra qalmışdır M çıx 3'də 2 M. O da bərabərdir 3'də 1 M. Yəni qazın kütləsi M ikən 3'də 1 M olmuşdur. Bu isə o deməkdir ki, qazın kütləsi azalmışdır 3 dəfə. Qazın temperaturu da sabitdir. Onda T də bərabərdir konstant yazıram və bizdən soruşulur qalan qazın təzyiqi. Yəni P son bərabərdir sual işarə. Bunlar verilənlərdir. İdeal qazın hal tənliyini bir də yazaq. PV bərabərdir M bölünsün böyük M, R vurulsun T. Verilənlərə əsasən V'miz konstant, M və R zaten konstant, temperatur da konstantdır. İfadədən görünür ki, P ilə M bir-biri ilə düz mütənasibdir. M'imiz 3 dəfə azalmışsa, P'miz də 3 dəfə azalar. P'nin əvvəlki qiyməti 6 vurulsun 10 üstü 5 Pascal idi. Onda P'nin son qiyməti
əvvəlki qiymətindən 3 dəfə daha kiçik olar. Yəni bu ifadə bərabər olar. 6 vurulsun 10 üstü 5 bölünsün 3. 6 ilə 3 ixtisar gedir. Burada 2 qalır. Onda bu ifadə bərabərdir. 2 vurulsun 10 üstü 5 Paskala. Onda doğru cavab C bəndində verilmiş olur. Davam edək. Bu hissəni silirəm. Test 20. Verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. Qazın təzyiqi hansı ifadə ilə təyin olunur? V-nin T-dən asılılıq qrafikini görürük. Əgər qrafikimiz absis oxu ilə alfa bucağı əmələ gətirirsə, onda bunu bir düzbucaqlı üçbucağa tamamlayırıq. Qazın kütləsi sabitdir. V var, T var. Qazın təzyiqi soruşulur. Onda biz yenə ideal qazın hal tənliyini yazarıq. PV bərabərdir. M bölünsün. Böyük M. R vurulsun T. Buradan P bərabərdir. M bölünsün. Böyük M vurulsun V. Vurulsun R vurulsun T. Qrafikdə alınan bu üçbucaqda bu hissəmiz T'ye uyğundur. Bu hissə isə burası V olduğundan V'ye uyğundur. Bizim ifadəmizdə isə T'nin V'ye nisbəti var. Onda bu ifadə bərabər olar. M vurulsun R bölünsün böyük M vurulsun. T'nin V'ye nisbəti, yəni bucağa bitişik katetin bucağın qarşısındakı katete nisbəti kotangens alfa idi. Buraya yazıram. Kotangens alfa. M bölünsün böyük M'e də biz nü yazsaq, yəni maddə miqdarı, onda bu ifadə bərabər edər. Nü R vurulsun kotangens alfa. Bu cavab isə Y bəndində verilib. Onda doğru variant Y bəndi olar. Davam edək. Test 21. Verilmiş kütləli ideal qazın təzyiqinin mütləq temperaturdan asılı qrafiki verilmişdir. Qazın həcmi hansı ifadə ilə təyin olunur? Yenə qrafikimiz absis oxu ilə alfa bucağı əmələ gətirir. Bunu düzbucaqlı üçbucağa gətirəcəyəm. Bu hissəsi bizim üçün olur T. Bu hissəsi də P olur. İdeal qazın hal tənliyindən, yəni PV bərabərdir. M bölünsün böyük M. R vurulsun T ifadəsindən ifadənin hər iki tərəfini P-yə bölüb V bərabərdir. M bölünsün böyük M P vurulsun R vurulsun T alırıq. M-in M-ə nisbəti, M-in böyük M-ə nisbəti bizə nü-nü verir. Nü vurulsun R vurulsun T bölünsün P. O da bərabərdir. Nü vurulsun R vurulsun. T'nin P'ye nisbəti bitişik katetin bucağın qarşısındakı katete nisbətini verir ki, bu da bizə kotangens alfanı verirdi. Belə bir cavab isə D bəndində verilib. Onda doğru variant D bəndi olar. Davam edək. Test 22. Bərabər həcmli qazın halının dəyişməsi PT diaqramında verilmişdir. P qazın təzyiqi T mütləq temperaturdur. Diaqramın 1, 2 və 3 nöqtələrinə uyğun qazın kütlələri arasında hansı münasibət doğrudur? Burada bizə PT diaqramı verilib. P təzyiqdir, T isə temperaturdur. Qazın həcmi sabitdir. Onda biz yazırıq V bərabərdir konstant. Və qazın kütləsini soruşur. Hansı nöqtədə daha böyükdür və yaxud da daha kiçikdir. Bu məqsədlə şərtdə bəhs edilən fiziki kəmiyyətləri bir-biri ilə əlaqələndirən düsturu yazarıq. Həmin düstur bu şəkildə yazılırdı. PV bərabərdir. M bölünsün böyük M. R vurulsun T şəklində. Buna biz ideal qazın hal tənliyi demişdik. Buradan biz M'i tapacağıq. Çünki bizə qazın kütlələri arasındakı münasibət soruşulur. Onda M bərabərdir. P V vurulsun böyük M yazarıq. Məxrəcdə isə R T yazarıq. Şərtə əsasən qazın həcmi dəyişmir. O zaman V'miz konstant. Verilmiş qazın molyar kütləsi də dəyişməz. Bu da konstantdır. Bir də əlbəttə ki, universal qaz sabiti də dəyişmir. Bu kəmiyyətlər dəyişməz. Bu halda onda M asılı olur P-dən və T-dən. Əvvəlcə 1 və 2 nöqtələrinə uyğun kütlələri müqayisə edək. Görürük ki, 1-dən 2-yə keçərkən bu xətt P oxuna perpendikulyardır. Onda bu halda P konstantdır. P konstant olub 1 nöqtəsindən 2 nöqtəsinə keçdikdə isə 1 nöqtəsində T1 yazaq. 2 nöqtəsində isə T2 yazaq. Yəni 1 nöqtəsindən 2 nöqtəsinə keçəndə təzyiqimiz sabitdir, temperatur isə artır.
temperatur ile kütle ters mütenasibdir. Onda 1'den 2'ye keçərkən temperaturumuz artır. Bu halda kütle azalır. Onda M1'deki kütle M2'deki kütleden daha büyüktür deyə bilərik. İndi isə 2 və 3'ü müqayisə edək. Bu düz xətt temperatur oxuna perpendikulyardır. Bu halda isə temperatur sabit olur. Onda temperatur sabit olanda kütləmiz sadəcə təzyiqdən asılı olur. 2'dən 3'e keçərkən 2 nöqtəsinə uyğun bu təzyiqə biz P2 deyək. 3 nöqtəsinə uyğun bu təzyiqə isə P3 deyək. Görünür ki, P3 P2'dən böyükdür. Deməli, 2'dən 3'e keçərkən təzyiq artır. Düstura əsasən kütlə təzyiqdən düz mütənasib asılı olduğu üçün onda kütlə də artır. Yazırıq. M də artır. Deməli, 2'dən 3'e keçərkən M artırsa, M3 M2'dən daha böyükdür. Onda yazıram. M3 M2'dən böyükdür. Deməli, M2 həm M1'dən kiçikdir, M2 həm M3'dən kiçikdir. Bəs M1 ilə M3 arasında necə bir münasibət var? İndi isə 1 və 3 nöqtələrini müqayisə edək. Koordinat başlanğıcından keçən bu düz xəttdə əsasən biz deyə bilərik ki, 1'dən 3'e keçərkən təzyiq ilə temperatur bir-biri ilə düz mütənasibdir. Fərz edək ki, temperatur 3 dəfə artır, onda təzyiq də 3 dəfə artar. Kəsin sürət və məxrəci eyni qədər dəfə artdığı üçün kəsin qiyməti artmaz. Yəni 1'dən 3'e keçərkən bizim kütləmiz dəyişmir. Bu halda biz deyə bilirik ki, M1'imiz bərabərdir M3'ə. Onda bu 3 ifadədən biz yaza bilirik. M1 bərabərdir M3 və hər ikisi M2'dən böyükdür. Onda doğru cavabımız olar D bəndi. Davam edək. Test 23. Qablarda eyni növ ideal qaz vardır. Kranı açdıqdan sonra qərarlaşmış təzyiq nəyə bərabər olar? Temperaturumuz sabitdir və birləşdirici borunun həcmini nəzərə almırıq. Temperatur sabit olduğu üçün biz yaza bilərik. T bərabərdir konstant. Gördüyünüz kimi bir-birinə boru vasitəsilə birləşdirilmiş 2 qabımız var. Lakin bu qablardan birisindən digərinə qaz keçə bilmir. Çünki ortada bir kran var və kran bağlıdır. Qabın bu hissəsinə 1 qabı deyək. Bu hissəsinə isə 2 qabı deyək. 1 qabı üçün yazıram. Fərz edək ki, bu qabdakı qazın kütləsi M1 olsun. Qazın təzyiqi 3P'dir. Yəni P1 bərabərdir 3P. Həcmi isə V'dir. Onda biz yazarıq. V1 bərabərdir V. İkinci qabı üçün isə yazarıq. Fərz edək ki, buradakı qazın kütləsi M2'dir. M2. P2'miz P'dir. P2 bərabərdir P. V2'miz isə 2V'dir. Onda yazırıq. V2 də bərabərdir 2V. Şərtdə deyilir ki, qablarda eyni növ qaz vardır. Onda belə olan halda biz yaza bilirik. M1'imiz bərabərdir M2'yə. Qazın növü eyni olduqda molyar kütlələri də eyni olur. Bəs bu kranı açdıqdan sonra nə baş verər? Əlbəttə ki, bu kran açılarsa, təzyiqi çox olan hissədən az olan hissəyə qaz axını baş verər və müəyyən müddətdən sonra təzyiqlər eyni olar. Və bizdən də soruşulur, təzyiqlər eyni olduqdan sonra qərarlaşmış təzyiq nəyə bərabər olar? Belə olan halda biz kütlənin saxlanması qanunundan istifadə edə bilərik. Yəni, həmin kran açıldıqdan sonra alınan ümumi qazın kütləsi M bərabərdir M1 qabındakı qazın kütləsi ilə M2 qabındakı qazın kütlələri cəmi. M-in ifadəsini isə ideal qazın hal tənliyi olan PV bərabərdir M bölünsün böyük M RT-dən tapıb yerinə yazarıq. Bu son ifadədən M-i tapsaq, M bərabərdir PV-M bölünsün R vurulsun T. Onda qazın ümumi kütləsi üçün biz yazarıq. P qərarlaşmış vurulsun V ümumi vurulsun M bölünsün R vurulsun T bərabər edir. M1'in yerinə P1 V1 vurulsun M1 R vurulsun T1 yazırıq. Üstə gəl. M2'nin yerinə isə P2 V2 vurulsun M2 bölünsün R vurulsun T2 yazırıq. Şərtə görə temperatur eynidir. Onda universal qaz sabiti ilə temperaturlar ixtisar gedərlər. Həmçinin molyar kütlələr də eyni olduğu üçün M-ləri də ixtisar edərik.
Sağ tərəfdə biz onu möhtərizə xaricində çıxardıb sol tərəfdəki M ilə ixtisar edirik. Onda bu son ifadədən yaza bilirik. P qərarlaşmış vurulsun V ümumi bərabərdir. P1 V1 üstəgəl P2 V2. Bu düsturu çıxartdıqdan sonra biz bunu oxşar digər məsələlər üçün də tətbiq edə bilərik. Bu son ifadədən isə P qərarlaşmışı belə yaza bilərik. P qərarlaşmış bərabərdir. Yanındakı V ümumini məxrəcədə yazıram. P1 V1 üstəgəl P2 V2-ni isə surətdə. P1 V1 üstəgəl P2 V2. Bu da bərabərdir. Davam edirik. Əlbəttə ki, V ümumi V1 ilə V2-nin cəmidir. Yəni V üstəgəl 2V 3V edir. Onda V ümuminin yerinə 3V yazıram. Buradakı P1 V1'in yerinə P1'imiz 3P'dir. V1'imiz isə V'dir. Yəni 3P vurulsun V yazarıq. 3P V üstəgəl P2 V2'nin yerinə isə P2'miz P'dir. V2 isə 2V'dir. Yəni P vurulsun 2V yazarıq. P vurulsun 2V bərabərdir. Bu ifadə bərabər edər. 3PV ilə 2PV'nin cəmi 5PV edər. 5PV. Məxrəcdə isə 3V'nin yerinə yazıram. Bu da bərabər edər. V'lər ixtisar gedər. Qalar 5P bölünsün 3. Yəni 3'də 5P. Belə cavab isə Y bəndində verilir. Onda doğru variantımız Y variantı olar. Davam edək. Test 24. Qablarda eyni növ qaz vardır. Kranı açdıqdan sonra qərarlaşmış təzyiq nəyə bərabər olar? Bu da yuxarıdakı məsələyə tamamilə bənzəyir və əlbəttə ki, yuxarıda istifadə etdiyimiz düsturlardan rahatlıqla burada da istifadə edə bilərik. Xüsusilə də bu düsturu yenidən yazmağa ehtiyac yoxdur. Oradan biz P qərarlaşmışı da tapmışıq. Onda bu ifadəni də bu tipli bütün məsələlər üçün tətbiq etmək olar. Sadəcə bu fərqli olan hissələri silək. Və sırf bu məsələyə aid verilənləri yerinə yazaq. Bu məsələdə P1 V1'in yerinə P vur 3V yaza bilirəm. P vurulsun 3V üstəgəl. P2 V2'nin yerinə isə 2PV yaza bilirəm. 2PV. V ümumi isə 3V üstəgəl V 4V olar. Bərabər edər. Yenə kəsin surətində 5PV alınır. Yazırıq 5PV. Məxrəcində isə 4V var. V'lər yenə ixtisar gedər. Qalar 5P bölünsün 4. Yəni 4'də 5P. Belə cavab isə A bəndində verilib. Onda doğru variantımız A variantı olar. Davam edək. Test 25. İçərisində qaz olan kolba maye manometr ilə birləşdirilmişdir. Şəkil 1'də biz görürük bunu. Kolba su olan qaba salındıqdan sonra manometrin göstərişi dəyişir. Həmin bu kolbanı içərisində su olan bir qabın içərisinə salınır və gördüyünüz kimi manometrin göstərişi dəyişdi. Əvvəl bunların səviyyələri eyni idi. İndi kolba olan tərəfdəki sütunun hündürlüyü yuxarı qalxdı. Digər tərəf isə aşağı indi. Şərtdə deyilir ki, kolbadakı qaz üçün hansı ifadə doğrudur? Az əvvəl də dedik, həm də şəkildən də görünür ki, bu kolbanın olduğu tərəfdəki, yəni manometrin kolbanın olduğu tərəfdəki mayenin hündürlüyü artmışdır. Bu o deməkdir ki, bu kolbanın içərisindəki qazın təzyiqi azalmış və bu mayeni özünə doğru çəkmişdir. Yəni nəticə etibarı ilə deyə bilərik ki, kolbanın içərisindəki təzyiq azalmışdır. Bəs təzyiq hansı halda azalır? Gəlin buna baxaq. Təzyiqin necə dəyişdiyini ideal qazın hal tənliyi olan PV bərabərdir. M bölünsün böyük M R vurulsun T ifadəsindən yaza bilərik. Buradan biz P'ni tapsaq P bərabər edər. M bölünsün böyük M vurulsun V vurulsun RT yazırıq. Bu düsturdakı molyar kütlə dəyişməz. Çünki bu qazın növü ilə bağlıdır. Kolba şüşə kolbadır və həcm dəyişməz. Kolbanın içərisindəki qaz nə çölə çıxmır, nə də xaricdən kolbanın içərisinə demək olar qaz daxil olmur. Onda M də konstantdır. R zaten universal qaz sabitidir. Və buradan da görürəm ki, təzyiq azalmışdır. Əgər təzyiq azalmışdırsa, onda burada yeganə dəyişən olan temperatur da azalmışdır. Çünki digər kəmiyyətlər sabitdir.
Belə olan halda biz deyə bilərik ki, qazın temperaturu azalmışdır. Onda doğru variant olaraq B bəndini götürə bilərik. Doğru cavab B bəndi. Davam edək. Test 26-dakı şərtdə tamamilə eyni növ şərtdir. Şəkillərdə eynidir. Gördüyünüz kimi qolba olan tərəfdəki mayenin səviyyəsi yuxarı qalxmışdır. Sadəcə cavab variantları fərqlidir. Az əvvəl biz bu halda P-nin azaldığını deyə bilirik. P azalırsa əlbəttə ki, temperatur da azalır. Bəs temperatur azalırsa nə baş verir? Cavab variantlarından görürük ki, qaz molekullarının orta kinetik enerjisindən bəhs edilir. Onda biz temperaturun orta kinetik enerji ilə olan əlaqəsini yazarıq. Həmin düstur belə ifadə olunurdu. YK0 bərabərdir 2-də 3 RT. Bu orta kinetik enerjidir. Bu düsturdan görünür ki, temperaturumuz azalırsa, orta kinetik enerjimiz də azalır. Orta kinetik enerjinin azalması isə A bəndində verilmişdir. Onda doğru cavabımız A bəndi olar. Davam edək. Test 27. İçərisində qaz olan kolba maye manometr ilə birləşdirilmişdir. Bu kolbadır. Bu da maye manometrdir. Yuxarıdakı testə oxşuyur. Kolbası olan qaba salındıqdan sonra manometrin göstərişi dəyişir. Kolbadakı qaz üçün hansı ifadə doğrudur? Yenə də kolbanı biz maye olan qaba daxil etmişik. Lakin bu dəfə ikinci şəkildə bir dəyişiklik var. Yəni kolbanın olduğu tərəfdəki mayenin səviyyəsi azalmış, atmosferə açıq olan tərəfdəki maye sütunun səviyyəsi isə artmışdır. Deməli, bu kolbanın içərisindəki qazın təzyiqi artmış, o buradakı mayeni sıxışdırıb aşağı salmağa çalışmış. Nəticə etibarı ilə qazın təzyiqi artmışdır. Qazın təzyiqi artmışsa, əlbəttə ki, temperatur artmışdır. Temperatur artmışsa da qaz molekullarının orta kinetik enerjisi artmışdır. Bu isə C bəndində verilib. Onda doğru cavab C bəndi olar. Davam edək. Test 28. Porsche'nin altındakı sabit kütləli ideal qazın həcminin mütləq temperaturdan asılı qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Şərtdə sabit kütləli ideal qazdan bəhs edilir. Deməli, bu halda biz yaza bilirik. N bərabərdir konstant. Yəni verilmiş kütləli ideal qaz. VT qrafikindən görürük ki, qrafikimiz düz xəttir. Yəni VT-dən düz mütənasib asılıdır. Yəni T artır. Bunun nəticəsində V də artır. Demişdik ki, verilmiş kütləli ideal qazda temperatur ilə həcm bir-biri ilə düz mütənasibdirsə, onda təzyiq sabitdir. Onda bu hal üçün biz yaza bilirik. P bərabərdir konstant. Yəni bu prosesimiz bizim izobar prosesdir. İfadələrə fikir versək görərik ki, bizdən Porsche'yə təsir edən qüvvə soruşulur və bir də qaz molekulların konsentrasiyası soruşulur. Porsche'yə təsir edən qüvvə P bərabərdir F bölünsün S ifadəsindən F bərabərdir P vurulsun S'dir. S Porsche'nin sətin sahəsi dəyişmir. Prosesimiz izobar proses olduğu üçün P'miz də dəyişməz. Onda bu halda yaza bilirik ki, bu ifadə sabitdir. Yəni qüvvəmiz sabitdir. Beləliklə 1 səhvdir, 2 səhvdir, 3 doğrudur. Yəni qüvvəmiz sabit qalmışdır. İndi isə konsentrasiyadan bəhs edək. Konsentrasiya N bərabərdir böyük N bölünsün V. N molekulların sayıdır. Molekulların sayı kütlə sabit olanda sabit olur. Yəni N bərabərdir konstant yazırıq. V'miz artdığı üçün konsentrasiyada V ilə tərs mütənasib olduğu üçün V artarsa konsentrasiya azalar. Deməli qüvvə sabit, konsentrasiya isə azalır. Konsentrasiyamız azalmışdır. 4 və 6 da səhv olar. 5 doğru olar. Onda doğru ifadələr 3 və 5 olar. Test 29-un da şərti tamamilə eynidir. Sadəcə olaraq qrafikdə bir dəyişiklik var. Bu dəfə də V ilə T bir-biri ilə düz mütənasib olmaqla yanaşı hər ikisi azalır. Yəni yenə də N bərabərdir konstantdır. T azalır. Bu səbəbdən V azalır. P'miz yenə konstantdır. Yəni proses izobar prosesdir. F bərabərdir P vurulsun S olduğu üçün P də S də sabitdir. O zaman F'imiz sabitdir. Konsentrasiya isə N bərabərdir böyük N bölünsün V yazırdıq. Kütlə sabit olduğu üçün N'imiz yenə konstantdır. Həcm ilə konsentrasiya bir-biri ilə tərs mütənasib olduğu üçün
Həcm azalanda konsentrasiya artır. Baxa görək doğru cavab hansıdır? Qüvvə sabit qalmışdır. Konsentrasiya isə artmışdır. Qüvvə sabit qaldı. Konsentrasiya artdı. Onda doğru cavabımız 3 və 4 olar. Davam edək. Test 30. Həcmi eyni olan balonlarda temperaturları və kütlələri bərabər olan helium və neon qazları vardır. Deməli, qazların temperaturları və kütlələri bərabərdir. Onda biz yaza bilirik. T1 bərabərdir T2, M1 bərabərdir M2. Şərtin davamında deyilir ki, K kranı açıldıqdan sonra qərarlaşmış hal üçün hansı ifadələr doğrudur? Birləşdirici borunun həcmi nəzərə alınmır. Sistem ətraf mühitdən istilik izolyasiyası olunmuşdur. Heliumun molyar kütləsi verilib, neonun molyar kütləsi verilib. Əlbəttə ki, verilənlər ilə axtarılan arasında əlaqə quracağıq. Temperaturlar eynidir, kütlələr eynidir və bizdən təzyiqlər soruşur. Hansı qabdakı təzyiq necə dəyişər deyə. Bilirik ki, buradakı kran açıldıqdan sonra təzyiqlər qərarlaşır. Birinin təzyiqi artırsa, o birisinin təzyiqi azalır və yaxud da heç birisinin təzyiqi dəyişməz. Yəni hər ikisi artır və yaxud hər ikisi azalır cavabı doğru olmaz. Əlbəttə ki, bunu əsaslandırmaq lazımdır. Bu ifadədən istifadə edərək biz bunu edə bilərik. İdeal qazın PV bərabərdir M bölünsün böyük M RT hal tənliyindən M'i belə tapmışdıq. M bərabərdir P və M bölünsün R vurulsun T. M1 M2'ye bərabər olduğu üçün, M'in də ifadəsi belə olduğu üçün, onda biz yaza bilərik. P1, V1, M1 bölünsün R vurulsun T1. Bunu M1 üçün yazdım. Bərabər edər. M2 üçün də yazıram. P2, V2, M2 bölünsün R vurulsun T2. Şərtə diqqətlə fikir versək, bizə həcmlərin də eyni olduğu deyilir. Onda belə olan halda həcmlər ixtisar gedər. Universal qaz sabitləri ixtisar gedər. Temperaturları eyni olduğu üçün temperaturlarda ixtisar gedər. Onda qalır P1 M1 bərabərdir P2 M2. P1 vurulsun M1'e 4 qram, M2'ye də 20 qram yazarıq. Yəni P1 vurulsun 4 bərabərdir P2 vurulsun 20. Hər ikisi qram ilə ifadə edildiyi üçün əsas vahidləri çevirməyə ehtiyac yoxdur. 4 ilə 20 ixtisar gedər. Burada 5 qalır. Onda yaza bilirik. P1 bərabərdir 5P2. Yəni kran açılmazdan əvvəl birinci balondakı təzyiqi P1, ikinci balondakı təzyiqi isə P2 yazsaq, aldığımız bu nəticəyə əsasən deyə bilirik ki, P1'miz P2'dən böyük imiş. Kran açıldıqdan sonra təzyiqlər bərabərləşər. Əlbəttə ki, təzyiq böyük olan hissədən, yəni bu balondan, təzyiqi kiçik olan bu balona qaz axını baş verər. Və bu zaman əlbəttə ki, P1'imiz azalacaqdır, P2'miz artacaqdır. Onda doğru ifadələrimiz 3 olar. Bir balondakı qazın təzyiqi azalır. Bir də 4 olar. 2 balondakı təzyiq artar. Davam edək. Test 31. 700 kilopascal təzyiqində verilmiş kütləli ideal qazın tutduğu həcm 4 litrdir. Qazın həcmi izotermik olaraq 1 litr artdıqda molekulların konsentrasiyası 10^-26 metr^-3 olmuşdur. Qazın temperaturu neçə Kelvindir? Bir də Boltzmann sabiti verilib. Deməli təzyiqimiz 700 kilopaskaldır. P bərabərdir 700 kilopascal. O da bərabərdir 700 vurulsun 10^3 Pascal. O da bərabərdir 7 vur 10^5 Pascal. Kütlə sabitdir. M bərabərdir konstant. Həcm 4 litrdir. V bərabərdir 4 litr. Şərtin davamında deyilir ki, qazın həcmi izotermik olaraq 1 litr artdıqda, yəni T bərabərdir konstant olduğu halda həcmimiz 1 litr artır. Əvvəl 4 litr idi. Onda V son bərabərdir 5 litr olacaq. Hansı ki o da bərabərdir 5 vurulsun 10^-3 metr kub. Litr metr kubuna çevirəndə 10^-3'e vururdu. Qazın konsentrasiyası 10^26 metr^-3 olmuşdur. Yəni N bərabərdir 10^26
26 metr üstü mənfi 3. Ve bizden gazın temperatürü soruşulur. Yani T beraberdir sual işarəm. Bir de Boltzmann sabiti verilib. Yani K'da esas vahidlerle 1,4 vurulsun 10 üstü mənfi 23'e beraber. Bu bəhs edilenlerden temperatürü necə tapa bilirik? Əlbəttə ki, bildiğimiz P beraberdir NKT ifadesini yazaraq. Bu ifadeden T'miz beraber olar. Yanındaki T'nin yanındaki N ve K'nı məxrəcdə yazarıq. P'ni ise surette. Bu beraber eder. Beraberliği devam etdirək. Kəsir xəttini yazıram. N 10 üstü 26'dır. 10 üstü 26. K'mız 1,4 vurulsun 10 üstü mənfi 23'tür. Vurulsun 1,4 vurulsun 10 üstü mənfi 23. Geldik P'ye. Geldik P'ye. P bize verilmişti. 7 vurulsun 10 üstü 5 Pascal idi. Biz buradaki P'nin yerine bunu mu yazarıq? Hayır. Niye? Çünkü bu konsentrasiya bu son həcmi üçün doğrudur. Əvvəlki həcmimiz 4 litrdir. Əvvəlki təzyiqimiz də 700 kilo Pascaldır. Biz bilirik ki, izotermik prosesdə həcm artıbsa, çünkü əvvəl 4 litre idi, indi 5 litrdir, təzyiq azalar. Yəni təzyiqin qiyməti əvvəlki bu qiymət qalmaz. Daha aşağı bir qiymət yazarıq. Bəs təzyiq necə dəyişər? Görürük ki, həcmimiz 4 litre iken 5 litre olmuştur. Onda biz deyirik ki, həcm artmışdır. Neçə dəfə? 4'te 5 dəfə. Təzyiq isə azalar. Təzyiq isə azalar. Təzyiq neçə dəfə azalar? Əlbəttə, o da 4'te 5 dəfə azalar. Nə deməkdir bu? Bu deməkdir ki, təzyiqin son qiyməti üçün P son bərabərdir. P əvvəlki qiyməti vurulsun 5'te 4. Yani bunun tersi. Onda P'nin əvvəlki qiymətini yazaq. 7 vurulsun 10 üstü 5 vurulsun. Burada bəhs etdiyimiz 5'te 4. Bu ifadəni isə uyğun ixtisarları aparıb hesablasaq bərabər edər 400'e. Yani 400 Kelvin. Çünkü biz temperatürü tapırıq. Deməli temperaturumuz 400 Kelvinə bərabər oldu. Davam edək. Bu hissəni silirəm. Test 32. Silindirik qab çəkisi nəzərə alınmayan mütəhərrik porşenlə iki hissəyə ayrılmışdır. Burada biz bir qabı görürük. Həmin qabımız çəkisi və yaxud da kütləsi nəzərə alınmayacaq qədər kiçik olan bir porşen ilə təchiz olunmuşdur. Mütəhərrik nə deməkdir? Yəni bu porşen hər hansı bir sürtünmə olmadan hərəkət edir. Yəni bir tərəfdəki təzyiq azacıq çox olarsa, porşen rahatlıqla o bir tərəfə hərəkət etdirə bilir. Davam edək. Hər iki tərəfdə ideal qazın temperatürü eynidir. Həcmləri isə V1 bərabərdir V, V2 bərabər 2V'dir. Porşendən sol və sağ tərəflərdə yerləşən qazın maddə miqdarlarının nü1 böl nü2 nisbəti nəyə bərabərdir? Onda şərtdə qeyd edilən verilənləri yazaq. Bizə deyilir ki, porşen tarazlıqdadır. Bu onu göstərir ki, qüvvələr bir-birini kompensasiya edir. Bu da təzyiqlərin bərabər olmasını göstərir. Çünkü F bərabərdir. P vurulsun S yazmışdı. Onda P1 bərabərdir. P2 yazdı. Davamında temperaturunun da eyni olduğu deyilir. Onda T1 de bərabərdir. T2 yazarıq. V1'imiz V. V2'miz ise 2V'dir. V1 bərabərdir V. V2 bərabərdir 2V yazırıq. Ve belə olan halda bizden madde miktarlarının nisbəti, yani nü1 böl nü2 soruşulur. Yeni verilen fiziki kəmiyyətlər ilə axtarılan fiziki kəmiyyətlər arasında əlaqə quracağıq. Bunu əlbəttə ki, ideal qazın hal tənliyi ilə edə bilərik. İdeal qazın hal tənliyini PV bərabərdir. M bölünsün böyük M yazırdıq. Amma onun əvəzinə maddə miqdarı olan nü yazmaq olar. Onda PV bərabərdir. Nü T yazıram. Buradan nü'nü tapsaq, nü bərabər edər. Yanındakı RT məxrəcdə, PV isə surətdə. Nü1 böl nü2 üçün isə yaza bilərik. Nü1 böl nü2 bərabərdir. Bu ifadəyə əsasən nü1'in yerinə P1 V1 bölünsün R vurulsun T1 yazıram. Nü2'nin de yerinə P2 V2 bölünsün R vurulsun T2 yazıram. R'lər ixtisar gedər. Temperatur eynidir. Onda T'lər də ixtisar gedər. Təzyiqlər də eynidir. P'lər də ixtisar gedər. Qalır
V1 bölünsün V2. O da beraber eder. V1'imiz V idi. V2'miz ise 2V. Onda V1'in yerine V yazarıq. V2'nin yerine 2V yazarıq. V'lər də ixtisar gedər. Qalır 2'də 1. Deməli, növ 1 bölü növ 2 2'də 1'ə bərabər oldu. Davam edək. Bu hissəni silək. Test 33. Qablarda eyni növ ideal qaz vardır. K kranını açdıqda qablardakı qərarlaşmış təzyiqi kilopaskal ilə hesablayın. Yenə də qərarlaşmış təzyiq məsələsidir. Eyni növ ideal qaz üçün temperatur sabit olduqda qazın qərarlaşmış təzyiqi üçün yuxarıda belə bir ifadə yazmışdıq. P qərarlaşmış vurulsun V ümumi bərabərdir. P1 V1 üstə gəl P2 V2. P1 V1 uyğun olaraq bir qabındakı təzyiq və həcmdir. P2 V2 isə iki qabındakı təzyiq və həcmdir. Bu son ifadədən P qərarlaşmış bərabərdir. Kəsir xətti və ümumini məxrəcdə yazıram. P1 V1 üstə gəl P2 V2-ni isə surətdə. P1 V1 üstə gəl P2 V2 bərabər edər. Cevabın kilopaskal ilə ifadə olunması tələb olunduğu üçün əsas vahidlərə çevirməyəcəyim. Onda P1 V1'in yerinə 20 vurulsun V yazaram. 20V üstə gəl. P2 V2'nin yerinə isə 30 vurulsun 4V yazaram. 30 vur 4V. V ümumi isə bu qabların ümumi həcmidir. V üstə gəl 4V 5V eder. Onda V ümuminin yerinə 5V yazıram. Bu ifadə bərabər edər. Kəsin surətində 140V alınır. Məxrəcində isə 5V. O da bərabər edər 28'e. Əlbəttə ki 28 kilopaskal. Çünki bu kilopaskalları biz paskala çevirmədik. Cevabı kilopaskal ilə birbaşa ifadə etmək üçün. Deməli doğru cevabımız 28 kilopaskal oldu. Davam edək. Test 34. Burada da şərt hissəsi eynidir. Sadəcə şəkildə verilənlər fərqlidir. Eyni qaydanı biz bu test üçün də tətbiq edə bilirik. Verilənlər fərqli olduğu üçün bu hissəni silirəm və sırf bu məsələyə aid verilənləri yazacağım. Bərabərdir. P1 V1'in yerinə 10 vurulsun V yazaram. 10V üstə gəl. P2 V2'nin yerinə isə 20 vurulsun 4V yazaram. 20 vur 4V. Yenə də kilopaskal paskala çevirmədik. Çünki cevabı kilopaskal ilə istəyirlər. Bölünsün V ümumi isə V üstə gəl 4V 5V'yə bərabər olur. Məxrəcdə də 5V yazarıq. Bu ifadə bərabər edər. Kəsin surətində 90V alınır. Məxrəcində 5V bərabərdir 18'e. Əlbəttə ki 18 kilopaskal. Deməli bu məsələnin də doğru cavabı 18 kilopaskal oldu. Bugünlük bu qədər. İnşallah növbəti dərsdə görüşərik. Sağ olun.